Bağlılığın çox növü var. Ruzi bağlılığı, yol bağlılığı, bəxt bağlılığı, cinsi bağlılıq, hissiyatın bağlılığı, ümumiyyətlə işlərin ümumilikdə bağlılığı. İnsanların yaşadığı sürəcə bu bağlılıqlar hər zaman olub, var və olacaqdır. İnsanların yaş dövrünü nəzərə alsaq, uşaqlıq, gənclik və orta yaş dövrlərində hər dövrün özünə məxsus öz bağlılıqları var. Mən öz sahəmlə bu mövzuya yanaşsam, tam əminəm ki, qətiyyətlə deyə bilərəm ki, insanlarda gedən bu bağlılıqların özünə məxsus yaranma səbəbləri var. Təbii ki, ilk növbədə nəfs, həsəd, paxıllıq, paxıllıq zəminində bir-birlərinə olmaq, cadu, tilsim, bu kimi şeylər və nəzər də bura aiddir. Və onu da qeyd eləmək istəyirəm ki, bütün bu amilləri həsəd aparmaq, paxıllıq hissləri yaradan qüvvələrin başında dayanan şeytanlar. O şeytanlar ki, insanların içinə girib onları bu kimi yerlərə, yəni bir-birlərinə əməl eləməyə, cavab eləməyə istiqamətləndirir. Söylədiyim bu fikirlərə hər sahədə rastlaşmaq olar. Mədəniyyət, idman, səhiyyə, hətta dövlət qulluğunda çalışanlara belə şamil eləmək olar.